Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Bəli, Qərb sayağı ədalət carçıları yenidən Ermənistanın sülh göyərçinləri etməyə hazırlaşırlar və Avropa Parlamentinin nümayəndələri Bakıda mühakimə olunan hərbi caniləri, Ruben Vardanyanları, Baku Sakyanları, Arayik Arutunyanları və digər yanları müdafiəsinə qalxıblar. Hətta onları dırnaqarası Dağlıq Qarabağın siyasi liderləri adlandırıblar və Avropa Parlamentində bu canfəşanlığının arxasında hansı məqsədlər dayanır və ümumiyyətlə Avropalı siyasilərin Rusiya-Ukrayna müharibəsində danışıqlarda iflasa uğramasından sonra Cənubi Qafqazdakı bu kimi cəhdləri sülh prosesinə necə mane ola biləcək? Bax, bütün bunları müzakirə edəcəyik və yeri gəlmişkən elə Rusiya-Ukrayna müharibəsinə dair də yeniliklər var. Ötən gün Səudiyyə Ərəbistanının şəhərində Ciddədə keçirilən danışıqlarda Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında razılaşma əldə olunub ki, bu da 30 günlük atəşkəs sazişinin əldə olunmasını özündə ehtiva edir və detallar nədən ibarətdir? Artıq dünyada müzakirə olunmaq üzrədir. Biz də bu proseslərə əlbəttə ki, nəzər salacağıq, çünki bəzi ekspertlər qeyd edir ki, atəşkəs razılaşması 30 gün davam etməsinə baxmayaraq bu sülh prosesinə aparıb çıxarmayacaq. Tərəflər arasında bu proses yenidən yubanacaq. Hər halda istənilən bu addımı böyük bir uğur kimi də qiymətləndirmək olar və Rusiyadan cavab gözlənilir. Rusiyanın cavabı nədən ibarət olacaq? Bax, qonaqlarımızla müzakirə edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun. Qonaqlarımızı təqdim edirəm. Milli Məclisin deputatı Rasim Musabəyev. Axşamınız xeyir olsun, xoş gördük. Milli Məclisin digər deputatı Cavanşir Feyziyev. Siz də salamlayıram, xoş gördük. Xoş gördük sizi Cavanşir müəllim və siyasi şərhçi, Azərbaycan Televiziyasının İctimai Siyasi Proqramlar Departamentindən baş redaktoru Sahiddin Hüseynov da bugün bizimlə bərabərdir. Xoş gördük Sahiddin müəllim. Sağ olun. Yenidən studiyamızda və əlbəttə ki, istərdim elə Rasim müəllim Avropa Parlamentində hazırda müzakirəyə çıxarılan qətnamə layihəsi, dırnaqarası qətnamə layihəsini deyərdik. Çünki onların bütövlükdə bu qətnamə layihələri, biz tarixin bunun şahidi olmuşuq ki, uğursuzluğa düçar olunub. Ümumiyyətlə, Avropa Parlamenti uğursuz müzakirələrin getdiyi, boş-boş danışıqların getdiyi bir platformaya çevrilib. Biz bunu təkcə Cənubi Qafqaza dair, Azərbaycana dair sənədlərdə, müzakirələrdə deyil, elə son bu Rusiya-Ukrayna müharibəsinə yanaşmada və onların bir tərəfdə qalması son proseslərdəki nəticələrdən də açıq-aydın deyə bilərik. Nədir bu Azərbaycana qarşı yenidən İslamofob, Azərbaycanafob qətnamənin müzakirəyə çıxarılması? Axı o adlarını qeyd etdiyimiz hərbi canilər faktiki olaraq müharibə cinayətləri törətməsini etiraf ediblər. Yaxşı, bunlar etiraf etdikləri halda Avroparlamentarlərə nə düşüb ki, onların bax bu formada müdafiəsinə qalxmağa cəhd göstərirlər? Şahidə xanım, mən təxminən 10 il Avropa Parlamentinin Şərq tərəfdaşlıq proqram çərçivəsində bir müştərək parlament qrupu var idi, Avronest. Onun Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam. Cavanşir müəllim isə Avropa Parlamentinin Azərbaycan parlamentinin müştərək qurumun rəhbəri olub. Və ona görə biz onların ikiyüzlüyün demək olar ki, 15 ildir izləyirik. Bizim üçün burada heç bir yenilik yoxdur. İndi götürüb o hansı bir yaramaz bir qətnamə qəbul edəcəklər, biz də onlara adekvat bir cavab verərək öz parlamentimizdə qərar verəcəyik. Ancaq məntiqsiz yanaşma var. Baxın, arxasında durur iki, demək olar ki, hərəkət verən qüvvə. Biri Fransadır. Fransanın orada böyük nümayəndə heyəti var. Özü də Azərbaycana qarşı demək olar ki, bunların solları da, sağları da, radikalları da, hamısı bütün fraksiyalarda Avropa Parlamentində işləyirlər. Özü orada qəbul etmək qərarı 90% ümumiyyətlə Qarabağ kimdir, bu separatçı liderlər kimdir, nə adlarını bilirlər, nə iş bilmək də istəmirlər. Orada adı nədir, partiya qrupları var. Onlar hansı bir qətnaməni rəhbərliyi razılaşdırdığı halda müzakirə xatirinə formal götürür, heç müzakirə də siz deyən bir olmur. Formal onu olsa səs verməyə qoyub keçirirlər. Ancaq baxın da, bir 7-8 il bundan qabaq Kataloniyada bunlar indi orada bir Generalitet adlanır hökumət. Onun da başında Puigdemont bir millətçi idi. Kataloniyanın ayrılmasını istəyir. Neyniyib?
bir dənə icazə olunmayan müstəqilliklə bağlı referendum keçirib. Hökumət üzvlərinin hamısını tutdular, məhkəməyə apardılar. 8 ildən 12 ilə kimi bunlara demək olar ki, həbs qərarı çıxartdılar. Bu, həmin Puigdemont bunların rəhbəri bir Avropa ölkəsindən qaçırdılar o biri Avropa ölkəsinə. Və onun boynunda bu İspaniyaya gətirildiyi halda bir 13 il buna cəza kəsmək fikirləri var. Bu, Avropa parlamentinin üzvü idi. Ondan parlament toxunulmazlığı həmin o parlament üzvləri Avropa parlamenti çıxartdılar. Nə oldu? Bir dənə ölən yox. Bir dənə yaralan yox. Ən böyük şey nə elədilər? Referendum keçirdilər. Buna görə bu boyda cəzalar var və siz buna göz yumursunuz. İndi demək olar ki, Azərbaycanlıların 20 min insanı ömrünə bunlar demək olar ki, təsvirkar kimi çıxış etdilər. İndi 10 minlərlə də yaralı var. Məhkəmələrdə açıq etiraf edirlər. Bunu deyirlər ki, bəli, bu elə bir ki, yoxdur, bunları buraxmaq lazımdır. Fransa 3-4 il bundan qabaq Tustaqxanada Fransanın bir separatçı, Korsikalı, 61 yaşında İvan Kaloni var idi. Onu tutmuşdular, atmışdılar Tustaqxanaya. Yanına bir Kamerun əsilli olan bir zırpı, 36 yaşında bir adamı, o da onu götürüb orada mübahisə olub, o qədər döymüşdü ki, komaya düşüb və öldü. Bir nəfər bununla bağlı ağzını açıb bir söz dedi mi? Yox. Bunları indi əməli başı məhkəmə gedir, bunları dindirirlər orada. Bunların günahları göz qabağındadır, təkrar edirəm. Bunlar həm ermənilərin demək olar ki, minlərlə insanların taleyini dağıdan, pozan insanlardır, Azərbaycandır. Nə olub indi cəmfəşanlıq eləyirsiniz? Ona görə riyakardırlar və düşünürəm ki, qəbul etdiyi halda qəbul edəcəkdir. Lazımı cavabı elə biz Cavanşir müəllimdən lazım gəlir, hazırlayıb verəcək. Cavanşir müəllim, hansı məqsədlər dayanır Avropa parlamentarlərinin bax bu niyyətlərinin arxasında? Dırnaqarası qətnamənin məqsədi nədən ibarətdir? Razım müəllim tam doğru deyir. Bu nə birinci qətnamədir, nə də sonuncu olacaq. Yəni bu qətnamələr vaxtaşırı da olacaq. Amma birincisi, bu qətnamələr heç bir hüquqi dəyəri və praktiki effekti yoxdur və olmayacaq. İkincisi, bunun saxta olduğu da bizə məlumdur. Mən 5 il ərzində Rasim müəllim dedi, əməkdaşlıq komitəsindən sədr olmuşam və 5 il Avropa parlamentinin içində bütün kabinetlərdə olmuşam, bütün deputatlarla görüşmüşəm və oranın nə ilə nəfəs aldığı bizə məlumdur. Birincisi, korrupsiya ilə, iş prosesi baxımından 755 nəfər deputatdan, orada 7 nəfər də olsa səs vermədə və 7 nəfərdən 4-ü səs versə bu qərar keçir. Yəni, heç digər 750 nəfərin heç qruplar razılaşdırıbsa, burada yəni fraksiyaların, partiya qruplarının rəhbərləri razılaşıblarsa, hərəsi öz qrupuna deyir ki, bu cür səs verəcəksiniz. Bu da hardan irəli gəlir? Avropa parlamentində deputatlar kimlərdir? Bunlar bir qayda olaraq adətən öz ölkəsində milli parlamentə seçilə bilməyən adamlardır. Orada milli parlamentlərinə seçilmək istəyiblər. Orada olublar siyahıda nəticələrə görə 3-cü, 5-ci, 10-cu. Ondan sonra gəlir Avropa parlamentinə seçilir, ora verirlər və orada bəziləri qazanırlar və gəlirlər, çıxırlar bura. Və ona görə də bu adamlar öz ölkəsində səs toplayıb öz ölkəsinin parlamentinə düşə bilməyən adamlardılar ki, Avropa İttifaqının parlamentinə gəlib çıxıblar. Və ona görə də burada hər şey maraq çərçivəsində həll olunur. Ədalət, beynəlxalq hüquq çərçivəsində deyil. Maraqlar, lobby təşkilatları... Bu maraqlar nəyə xidmət edir? Yox, bu maraqlar bizə məlumdur. Bu yeni də deyil bu maraqlar. Azərbaycana təzyiq. Ta qədim zamanlardan, orta əsrlərdən bu günə qədər maraqlar nə idisə, bu gün də odur. Səlib yürüşlərinin marağı nə idi və yaxud dünya müharibələrinin marağı nə idi? Hansısa Qara dənizi, Xəzər dənizini, hamısını işğal eləmək və Avropaya qatmaq. Bu siyasət elə 100 illərdir davam eləyir, 1000 ildən çoxdur, 1000 illərdir davam eləyir və bugün də davam eləyir. Niyə görə Ermənistana münasibət fərqlidir, bizə fərqlidir? Niyə görə Gürcüstana münasibət fərqlidir, bizə fərqlidir? Biz bir bölgədə yaşayırıq, amma onlar xristiyandılar, onlara münasibət fərqlidir. Baxın, Gürcüstanı görürsünüz nə günə salırlar. Gürcüstanı pəhpəylə öz
ittifaqlarına namizədliyini dəstəklədilər. Gürcüstan bircə dəfə cəmisi onlara müqavimət göstərən kimi ki, daxili işlərinə qarışmayın. Gürcüstanı az qala indi deyirlər, yox biz səni işğal etməliyik, yox sən geri dura bilməzsən. Bu əgər könüllü ittifaqdırsa, adam deyir ki, mən 4 il bu barədə sizlə danışmaq istəmirəm. Onlar deyir, yox sən istəməklə deyil, sən bizə gəlməlisən bizə. Yəni bu əslində yumuşaq güc ifadəsi hardan yaranıb? Elə Avropalılar bunu yaradıblar da. Yumuşaq güc vasitəsilə işğal etməkdən söhbət gedir. Və onlar da başa düşür ki, bizim ölkə... Müharibə yolu ilə sülh. Bəli, onlar da görürlər ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra bizim dövlətin siyasəti həmişə müstəqil siyasət yürütmək və neytral ölkə olmaq olub. Və ona görə də başa düşürlər ki, onlar bizi işğal edə bilməyəcəklər. Ona görə bizim ətrafımızdakıları işğal edib bizi ayırmaq istəyirlər. Yəni, Cənubi Qafqaz bölgəsini ikiyə bölmək, burada ikitirəlik yaratmaq və burada daimi bir konflikt ocağı yaratmaq və buradan həm bizi, həm digər bölgə ölkələrinə təzyiq eləmək, təsir eləmə imkanları qazanmaq. Məqsəd budur. Amma biz heç cürə, yəni bu təbii görünmür və real görünmür ki, Avropada yaşayan, işləyən, çalışan siyasətçilər olsun, adi tutaq ki, təhsilli adamlar olsun, o qədər savadsızdırlar ki, güya burada nə baş verdiyini bilmirlər. Güya bu məhkəmədə cavabdeh qismində olan şəxslərin nələr elədiyindən onların xəbəri yoxdur. Əlbəttə var. Bir tərəfdən bunlar, üstəlik bu Avropa Parlamenti yenə də öz başına bu qərarların layihəsi hazırlanıb gəlmir ki, bunu hansısa qaranlıq bir otaqda, qapalı bir otaqda kimlərsə hazırlayır, ortaya çıxardır. Cavanşir, mən Avropa İttifaqının hazırladığı, özünün deyə bilmədiyi əlbəttə, baxın, Fransanın misalında... proseslər olar mı Avropa Parlamentinin dili ilə bir sadə misal, Fransa Senatı və Milli Assambleyası bəlkə tarixində Azərbaycanla bağlı qətnamələrdən başqa heç bir qətnaməni yekdilliklə qəbul eləməyib. Yəni, olmayıb belə bir şey. Amma söhbət Azərbaycandan gedəndə Yelisey sarayından göstəriş gəlir parlamentə, Milli Assambleyaya ki, bu cür səs verməlisiniz və onlar da hamısı yekdilliklə səs verirlər. Ya, eyni şey Avropa Parlamentindədir. Həmin o partiya qrupları, rəhbərləri öz qrup üzvlərinə, yəni o partiya təmsilçilərinə deyirlər ki, bu qətnamə çıxacaq müzakirəyə, ona siz belə səs verməlisiniz. Və demək ki, hər hansı bir qətnaməni əldə etmək üçün bu partiya qruplarının rəhbərlərini görüşüb onlarla razılaşmaq lazımdır. Və bunu da biz bilirik ki, erməni lobbisi çox yaxşı bacarır. İndi burada Azərbaycana qarşı işləyən iki qüvvə var. Bir tərəfdən əgər erməni təşkilatları buna çalışırsa, digər tərəfdən Avropa İttifaqının özü bizə təzyiq eləmək məqsədi ilə. Baxın, Avropa İttifaqı ilə bizim nə qədər əməkdaşlıq platformalarımız var. Energetika sahəsində, yaşıl enerji sahəsində, digər mədəniyyət, təhsil, kənd təsərrüfatı, istənilən sahədə. Amma ona baxmayaraq, yenə də onlar bizdən nəyisə əldə etmək istəyəndə, onlar da öz parlamentinə, yəni Avropa parlamentinə siqnal verirlər ki, bizə lazımdır ki, bir Azərbaycana qarşı bir negativ bəyanat və ya qətnamə olsun. Biz dəfələrlə onlara başa salmışıq. Sizin qətnamələriniz bizim üçün göstəriş deyil. Kağız parçası. Bizim üçün, bəli, heç bir əhəmiyyəti olmayan kağız parçasıdır. Biz öz dövlətimizin siyasətini dəstəkləyirik. Biz Avropa İttifaqının üzvü deyilik. Ona görə siz münasibət bildirə bilərsiniz, biz etiraz eləmirik, nə münasibət bildirirsiniz, bildirin, amma bu bizim üçün yol xəritəsi deyil də, bu göstəriş deyil. Biz ancaq iki tərəfli əməkdaşlığa hazırıq, o şəkildə əməkdaşlığa ki, orada siz də qazanırsınız, biz də qazanırıq. Bundan başqa, bizdən üçüncü tərəfin əleyhinə istifadə eləmək üçün biz heç vaxt sizlə əməkdaşlıq etməyəcəyik və yaxud iki tərəfli əməkdaşlığa gələndə yalnız sizin mənfəətiniz nəzərə alınmaqla olan əməkdaşlıq da bizi qane eləmir. Biz istənilən halda, istənilən sahədə, istənilən istiqamətdə bərabər hüquqlu tərəfdaşlar qismində sizinlə işləməyə hazırıq. Biz bunu həmişə demişik, bugün də dövlətimiz o mövqedədir və indi Avropa belədir. Nə vaxt ki, hansısa məsələ onlara sərf eləyir, onlara məsələn enerji təhlükəsizliyini təmin etmək lazımdır, o zaman özləri uçub gəlirlər bura və çox belə gülümsəyən sifətlərlə çalışırlar ki, nəsə əldə eləsinlər. O zaman ki, görürlər ki,
Onlar elə bir Soyuq şərt irəli sürür ki, diplomatiya, biz onu qəbul eləmirik Azərbaycan dövlətinin maraqlarına uyğun olmadığı üçün. O zaman onlar bu cür təzyiq üsullarından istifadə edirlər. Avropa Parlamentini bizə qarşı qaldırırlar. Digər beynəlxalq təşkilatlarda Transparency International kimi, Human Rights Watch kimi təşkilatları üstümüzə qaldırırlar. Medialarını, Onlar saxta hesabatlar başlayırlar hazırlamağa. Bütün hesabatlar, demokratiya, söz azadlığı, insan haqları ilə bağlı hamısı qərəzlidir. Təkcə bizə qarşı qərəzli deyil, bütün ölkələrə qarşı qərəzlidir. Baxın, Rasim müəllim Fransanın o azadlıq uğrunda mübarizə aparan insanların başına gətirdikləri işdən danışdı. Heç bir hesabatda, heç bir beynəlxalq təşkilatının hesabatında Fransanın bəli, o sadəcə dinc etirazçılara qarşı törətdiyi o vəhşilikləri heç vaxt dilə gətirməyiblər. Heç vaxt. Ya bir dənə cümlə də olsun, heç vaxt istifadə olunmayıbdır Fransaya qarşı. Necə olur ki, əgər bu demokratiya, söz azadlığı bizim üçün qamçı rolunu oynaya bilir, amma Fransaya ümumiyyətlə gözün üstündə qaşın var deyən yoxdur. Demək ki, bu məsələlər hamısı nisbidir, qərəzlidir. Bununla bizim cəmiyyətimizi aldatmaq istəyirlər, insanlarımızı aldatmaq istəyirlər ki, baxın, sizdə demokratiya yoxdur. Güya gözlərində var. Bəli, Cavanşir, mən əlbəttə, amma özlərini aldadırlar. Çünki siz özünüz də qeyd etdiniz ki, enerji təhlükəsizliyi və xalqların milli təhlükəsizliyi məsələsi olan enerji təhlükəsizliyində Azərbaycanla maraqları poza da bilərlər. Avropa İttifaqının artıq 10 ölkəsi ilə saydı mənim səhv etməyimizdə 9 idi, sonuncu da 10 oldu. Azərbaycanın strateji əməkdaşlığı var. Amma bütün bu Azərbaycanın Avropaya enerji təhlükəsizliyində böyük dəstək verməsinə baxmayaraq, nədənsə bugün Avropa Parlamenti Ermənistanı müdafiəsinə qalxıb, belə deyək də, onların müdafiəsinə qalxaraq, hətta dırnaqarası siyasi liderlər adlandırırlar. Halbuki hərbi canilərdən söhbət gedir və Ermənistandan niyə sülh göyərçinləri yaratmağa cəhd göstərirlər? Onlardan hansı formada istifadə etmək niyyətləri dayanır bunun arxasında? Bax, elə dövlət başçımız bunu dəfələrlə müxtəlif platformalarda qeyd edib. Gəlin o fikirlərə bir daha yenidən qaydaq. Cəmi 44 gün ərzində 6-7 düşmənin müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Və düşməni biz kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmən düşmən hələ 2019-cu ildə Xankəndidə Qarabağ Ermənistandır və nöqtə demişdi. Biz onu məcbur etdik. Bugün Qarabağ Azərbaycandır deyir. Və bundan sonra da deyəcəklər. Öz xoşu ilə yox. İndi bəzi Ermənistanın qərb havadarları Ermənistandan sülh göyərçini düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmuyor, dağıntılar olmuyor, vəhşilik olmuyor, Xocalı soyqırım olmuyor. Məscidlərimizin dağıdılması, qəbirlərimizin dağıdılması, bütün Qarabağ, Şərqi Zəngəzurun viran olması sanki olmuyor. Yəni bunu unutturmaq, dünya ictimaiyyətinə unutturmaq istəyir. Amma biz heç vaxt bunu unutmayacağıq. Və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdır. Necə ki biz Qarabağı unutmamışıq 30 il ərzində. Necə ki 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu qələbəni yaxınlaşdırırdı. Bundan sonra da o tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır. Bəli, Said müəllim, amma faktiki olaraq bugün təkcə Avropa Parlamenti deyil, hətta bu yaxınlarda BMT-nin İnsan Haqları Şurasında da, komissarlıq səviyyəsində də hərbi canilərin, müharibə cinayəti törətmiş şəxslərin, Ruben Vardanyaların, Araklərin müdafiəsinə qalxırlar. Bax, bu hansı beynəlxalq hüquq normalarının pozulması deməkdir? Bax, bu təşkilatların məsuliyyəti nədən ibarət olmalıdır əslində?
Mən icazənizlə cənab prezidentin çıxışından sonuncu iqtibasa xüsusi diqqət etmək istəyirəm. Bu tarixi yaddaşı yaşatmalıyıq. Bu tarixi yaddaşı unutmamalıyıq və unutmayacağıq. Bugün bütün beynəlxalq təşkilatların Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni və həm də deyərəm modern bir reallığı həzm edə bilmirlər, qəbul edə bilmirlər və buna görə də yaddaşlar üzərinə hücuma keçiblər. Bu nöqteyi nəzərdən Avropa Parlamentinin bugün müzakirələr apardığı, eyni zamanda sabah gözlənilən qərarı məhz bu məqsədə xidmət edir. Beyinləri zəhərləmək, beyinlərə yad təsirlər, yad notlarla təsir göstərmək və həmin tarixi qələbənin üzərinə kölgə salmaq. Amma Azərbaycan xalqı 30 il ərzində nəyin baş verdiğini şahididir və bugün Ukrayna modeli ilə Cənubi Qafqaz modelini müqayisə edəndə Azərbaycanın nə qədər böyük və həm də dünya üçün mühüm bir platformaya imza attığının şahidiyik. Qaldı sizin dediyiniz məsələyə. Mən hörmətli millət vəkillərinin dediklərinə qısaca bir əlavə eləmək istərdim. Xüsusilə Avropa Parlament niyə məhz indi bu məsələ üzərinə qayıdır? Birincisi, Avropa Parlamenti, hörmətli millət vəkilləri hər ikisi orada fəal iştirak ediblər və bizim milli maraqlarımızın müdafiəsi uğrunda kifayət qədər ciddi iş aparıblar. Və bugün Avropa Parlamentində əsas məsələ onun korrupsiya ilə məşğul olmasıdır. Və bu, bugün deyil eyni zamanda və çoxdan erməni diasporu, erməni pulu ilə fəaliyyət göstərən ayrı-ayrı qruplaşmalar, siyasi partiya fəalları və parlamentdə təmsil olunanlardır. Konkret faktlara mən istəyirəm müraciət edeyim. Bu yaxınlarda Avropa Komissiyasının deməli, baş katibi Barozonun bir müsahibəsi vardı. Yəqin ki, hörmətli millət vəkilləri də ona diqqət ediblər. Deyirdi ki, Avropa Parlamentinin, Avropa Şurası bütün Rusiyaya qarşı 2014-cü ildə olan bəri olan sanksiya, Avropa müsahibəsində deyir bunları. Sanksiyalara neft, qaz, digər resurslar və ilə axır. Bütün bunların hamısına qadağa qoydular. Hərsənd ki, Avropa 3-cü ölkələr vasitəsilə yenə ondan istifadə edir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bu məsələyə münasibət bildirdi. Məsələnin digər tərəfi var. 2014-cü ildə Krımın işğalından sonra Barozonun müsahibəsində olan statı mən deyirəm. Ancaq qanunsuz almaz alverinə Kalinin biz bəli, ona prosesi. razılıq vermədilər. Bu Barozonun müsahibəsində olan fikirdir. Niyə buna daha doğrusu yox cavabı vermədilər? Niyə buna həmin qadağanı tətbiq eləmədilər? Söhbət ondan gedir ki, bununla məşğul olan Karampetyandır. Brüsseldəki erməni Karampetyan almaz alverinə məşğuldur. Qanunsuz almaz alveri. Bəli. Və onunla da Avropadakı, Avropa Parlamentində, Avropa Parlamentindən kənar olan məmurları maliyyələşdirir və Azərbaycana qarşı zaman-zaman bu cür qətnamələr, qərarların qəbulunda daha doğrusu fəallıq göstərir. Daha doğrusu həm öz maraqlarını, həm də erməni maraqlarını müdafiə edir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bugün Avropa Parlamentdə baş verənlərin kökü əslində Avropanın siyasi həyatında baş verən degradasiyanın çox real nümunəsidir. Konkret fakta ilə müraciət edir. Cavanşir mənim çox yaxşı qeyd elədi ki, outsider, öz milli parlamentlərdən düşə bilməyən outsiderlər məhz Avropa Parlamentdə yer alırlar və onların iradəsi təbii ki, təmsil olunduğu partiyaların və eyni zamanda çirkli pullar hesabına formalaşır və onlar da buna qarşı, Azərbaycana qarşı, o cümlədən Azərbaycan qismində müstəqil siyasət aparan digər bölgələrə, regionlara, ölkələrə qarşı, hətta daxili işlərinə qarışmaq səviyyəsində belə iş aparırlar. Məsələ burasındadır ki, niyə məhz Azərbaycana yenidən hücumlar? Avropa, bilirsiniz ki, indi Amerika ilə artıq fərqli düşərgələrdə yer alır, həm də bu təzadlı düşərgələrdir. Hətta bugün zahirən belə görünsə də, yaxın zamanlarda bunun hansı şəkildə öz həllini tapacağı haqqında indidən proqnoz vermək çox çətindir. Konkret olaraq Avropanın təhlükəsizlik arxitekturasında yaranan çatlar, xüsusilə Donald Trump'ın Avropa İttifaqının özünün təhlükəsizliyi ilə bağlı okeanın o tayında bizi və təhlükəsizliyimizi özümüz təmin edə bilirik. Siz özünüz öz hayınızda qalın. Bundan sonra baş verən çatlardan sonra Avropanın yerində digər ərəb bölgələrə müdaxiləsi mən hesab edirəm ki, Avropanın ümumiyyətlə iflas həddinə gəlib çatmasıdır. Və Azərbaycana qarşı xüsusilə bu günləri, bax, bu erməni Bakı məhkəməsində mühakimə olunan
Azərbaycana qarşı müharibə cinayətləri törədənləri müdafiəsinə qalxması nədən doğur? Birincisi, ondan doğur ki, Azərbaycan bilirsiniz ki, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa elədi. Mən bayaq təsadüfən Ukrayna, Cənubi Qafqaz modelini, Azərbaycan modelini demədim. İndi Ukraynaya ərazi güzəştləri təklif edirlər. Vaxtilə bu təkliflər bizə də olurdu ki, ərazi güzəştlərinə gedin, nə bilim, məsələnin hərbi həlli yoxdur, sülh yolundan, danışıqlar yolundan məsələni nizama qoyaq. Amma Azərbaycan sübut elədi ki, məsələnin hərbi və həlli yolu var və ərazi güzəşti olmayacaq. Bunu Azərbaycan öz nümunəsində dünyada və eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərini icra edərək bütün dünya nümayiş elətdirdi. İkinci mühüm məsələ nədən ibarətdir? Azərbaycan məhz bu beynəlxalq hüququ təmin eləməklə terrora, separatizmə son qoydu. Yəni Avropanın, Qərbin, o cümlədən keçmiş Biden-Blinken cütlüyünün Cənubi Qafqaza müdaxiləsinin qarşısı yəni bu dəyənəklər vasitəsilə alındı. Üçüncü mühüm tesis ondan ibarətdir ki, yadınızdadır, ermənilərin, Qarabağda yaşayan ermənilərə biz reinteqrasiya proqramı təklif elədik. Azərbaycan cəmiyyətində yaşamaq hüququ verdik, Azərbaycan bayrağı altında, Azərbaycan qanunları çərçivəsində. Lakin məhz Fransanın və eyni zamanda onun kimi düşünən siyasi möhtəkirlərin sifarişi ilə Qarabağdan ermənilər köçdü və başladılar bununla oyun oynamağa. Gah yardım göstərməyə, gah nə bilim, onlar hüquqları müdafiəsi adı altında Azərbaycana qarşı qara PR kampaniyası aparmağa. Nəticə yenə nə ilə başa çatdı? Yenidən həmin bu təbliğat kampaniyası, qara PR kampaniyası fiyaskoya uğradı. İndi bütün bunlardan sonra əldə yeganə vasitə nə qalır? Güya onların təbiriyle desək, hərbi əsirlər, dırnaqarası siyasi lidər. Əvvəla Dağlıq Qarabağ ifadəsi yoxdur. Bu ləğv olunub getdi. Yəni, Vətən mühasibəsi biraz son qoydu. Ona görə də bugün o siyasi mühtəkirliyin səbəbi, bu cür müzakirələrin əsas səbəbi ondan ibarətdir ki, bugün Avropa Azərbaycanın xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda yaratdığı bu reallığı həzm edə bilmir və ona görə də bütün vasitələrlə Azərbaycanın irəli aparmaq istədiyi sülh formulunu arxa plana keçirmək istəyir, amma alınmayacaq. Saydı mən bir məqamın üzərinə gəldi. Avropanın bugün bu davranışları, Avropa Parlamentinin aqressivləşməsi, xüsusilə də Cənubi Qafqazda aktivləşməsi, bura Avropa İttifaqı missiyasını əlavə etmək olar və dırnaqarası onların müzakirələrini, sənədlərini də bu sıraya əlavə etmək olar. Necə düşünürsünüz? Rusiya-Ukrayna müharibəsində bugün Avropa geriliyib, iflasa uğrayıb. Bax, bu aqressiya bundan arta bilərmi? Necə düşünürsünüz? Və gələk elə ötən gün Ciddədə keçirilən danışıqlarda Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında bir mövcud atəşkəs razılaşması, 30 günlük razılaşmadır bu. Əldə olunub, kifayət qədər uğurlu bir sənəd kimi də qiymətləndirirlər bunu bugün dünya ekspertləri tərəfindən. Məhz Avropanın bugün aqressivləşməsini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirmək olarmı Cənubi Qafqazda? Düşünmürəm bilavasitə bağlamaq. Nur ki, indi Canşir mənim dediyi, əvvəllər bu birinci sənəd deyil, bəlkə bir 10 dənə buna bənzər olar orada sənəd qəbul edilər. Biz də başdan rədd eləmişik, sərt cavab da vermişik ki, əlimiz yağlıdır, gediz, çəkiz başımıza, təxminən belə. Elə də cavab verəcək onlara. Yəni, onların o bəyanatların heç bir təsiri yoxdur. Kimsə o bəyanatı götürüb, cəsarət tapıb gəlib bizə onu masa arxasına qoymaq cəsarət tapa bilməz. Ancaq o ki, qaldı indi Ukrayna ilə bağlı, bu onlar üçün doğrudan da ciddi bir problema. Məlum oldu ki, ABŞ öz, belə deyək, təhlükəsizlik çətirin Avropadan götürən kimi, onlar qalıblar aciz, ortalığa özlərin heç, Ukrayna qalsın kənarda, özlərin müdafiə etmək iqtidarında deyirlər. Ona görə vaxt tutmaq istəyirlər. Bunlar üçün vacibdir ki, Ukrayna indi müqavimət göstərsin, Rusiyanın elə bil ki, əl-qolunu orada bağlasın. Nə qədər Ukraynalıları qırılsa, bunları o dərəcədə maraqlandırmır. Onlara vaxt lazımdır ki, öz hərbi sənayesini təzədən bərpa etmək, hansısa bir ordularda lazımi işlər görmək ki, ortalığa bir özlərin müdafiə etmək üçün güc sahibinə çevrilmək. Ona görə indi, bəli, Ukraynanı müdafiəsi onlar üçün birinci növbədə öz müdafiəsi kimi qəbul etmək lazımdır. Sadəcə olaraq indi ABŞ
nəyi əldə etmək mümkün idi? Yəni Ukraynanı 30 günlük hərbi əməliyyatların dayandırmaqla bağlı razılığa saldı. Ukrayna bunun nəticəsində bir şey oldu. Hələ məlum deyil. Rusiya qəbul edəcəyi, etməyəcəyi, necə olacaq? Ancaq azı ABŞ bərpa etdi Ukraynaya hərbi yardımları və kəşfiyyat məlumatların mübadiləsi. Gəlin o detallara nəzər salaq. Buyurun. Mən xahiş edəcəm, sonra davam edərsiniz Rasim müəllim. İstərdim ki, ekranlara məhz ötən gün Ciddədə Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında hansı razılıqlar əldə olunub? Bu barədə əlbəttə ki, biz elə qrafikamızdan görürük ki, Ukrayna tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən Rusiya Federasiyası tərəfindən qəbul olunmalı və eyni vaxtda həyata keçirilməli olan dərhal 30 günlük müvəqqəti atəşkəs haqqında Amerika Birləşmiş Ştatlarının təklifini qəbul edib. ABŞ kəşfiyyat belə deyək də məlumatlarının bölüşdürülməsinə dair də razılıq əldə olunub. Hər iki tərəf Ukraynanın uzun müddətli razılığına, əlbəttə ki, hazırlıq prosesinə start verilib. Yəni 30 gün atəşkəsdən sonra bu müddət tərəflərə ona görə verilib ki, hər iki tərəf özünün razılıq məsələsinə dair sənədlərini hazırlasın və hər iki ölkənin prezidenti Ukrayna iqtisadiyyatını genişləndirmək, həmçinin Ukraynanın uzun müddətli rifahı və təhlükəsizliyini təmin etmək üçün ölkənin mühüm mineral ehtiyatlarının işlənilməsinə dair hər tərəfli sazişi mümkün qədər tez bağlamağa razılaşıblar. Bəli, bax 5 müddəa ortadadır və detallar var. 30 gün razılıq əldə olunub atəşkəsə dair. Bu uzun müddətli olacaq mı Rasim müəllim? Necə düşünürsünüz? Bəlli deyil ki, 30 gün Rusiya hansı razılıq gündən verib, verməyib. Rusiya razılıq verəcək yoxsa yox və 30 gün hansı gündən başlayacaq. Bu açıq məsələdir. Mən yəni ehtimal edirəm ki, ola bilsin ki, o qələbə günü 80 illik idi. Ola bilsin ki, o günün ərəfəsində bu doğrudan 30 gün vaxt bitirsiniz, mayın 9-unu nəzərdə tutursunuz. Yox, hansından başlayacaqlar, söhbət ona görə gedir də. Bunlar indi mayın 1-dən başlayacaqlarsa onun içində olacaq. Yəni həlli bu açıqdır və müəyyən indi lap elan olunduğu halda ki, tərəflər hərbi əməliyyatları dayandırırlar. Onu az da olsa tutalım indi peyklər vasitəsilə, pualar vasitəsilə nəzarət. Ona görə ki, deməklə deyil, biz azı 5 yoxsa 6 dəfə ermənilərlə atəşkəs elan edirdik. Ancaq elə axırda bir 6-7 dəfə pozulandan sonra onu əldə edə bildik. Ancaq vacibdir ki, bu istiqamətdə yəni səylər başlansın. Şərtlər nədən ibarət ola bilər Cavanşir müəllim? Yəni burada Ukraynanın nəyi güzəştə getməsindən söhbət gedir? Yox, bu atəşkəs haqqında da söhbət gedir. Burada siz nəzərdə tutduğunuz şərtlər yoxdur. Yəni, ərazi güzəştə getmək, bu ərazilərin Amma Amerika Birləşmiş Ştatları tələb kimi irəli sürürdü bu dəfələrlə. O sonra danışıqların predmeti. O sonraki danışıqların predmeti ola bilər. Ateşkəs haqqında danışıqların predmeti elə sizin göstərdiyiniz 5 bənddən ibarətdir ki, burada da deməli, təxliyə edilmiş və ya köçürülmüş uşaqların geri qaytarılması da var onların içində. Ateşkəsin yerlərdə bərqərar olması, yəni ateşin dayandırılması, uşaqların və əsirlərin, hərbi əsirlərin dəyişdirilməsi kimi məsələ, yəni sırf texniki məsələlər, bu hələ Rusiya-Ukrayna münaqişəsinin sonu demək deyil. Yəni burada nə sülh danışığından söhbət gedir, nə sülh müqaviləsindən söhbət gedir. Burada sadəcə atəşkəs müqaviləsindən söhbət gedir. Və əslində niyə işlər bu vəziyyətə gəlib çıxdı? Əslində bu Rusiya-Ukrayna müharibəsinin başlamasının səbəbkarı məncə kollektiv qərbdir. Və əgər baxın 3 il ərzində davam edən müharibənin gedişində kollektiv qərb istəsəydi bu müharibəni çoxdan başa çatdırardılar. Baxın, onlar sözdə Ukraynanı dəstəkləyirlər. Amma əslində Ukraynaya nə kifayət qədər silah verdilər bu 3 il ərzində, nə kifayət qədər onu maliyyə cəhətindən dəstəklədilər. Sözdə həmişə söz verirlər, amma ən lazım olan, ən zəruri olan silahları vermirlər. Verəndə də gec veriblər. Bəli, verəndə də yavaş-yavaş bəzi silah növlərini əlavə etdilər, amma onu da, məsələn, 3 aya söz verirlər, 9 aydan sonra verirlər, 10 aydan sonra verirlər. Burada mən təxminən 2-ci Dünya müharibəsi ilə bir paralellik görürəm. Onda da Amerika Birləşmiş Ştatları əgər istəsəydi ki, 2-ci Dünya müharibəsinə müdaxilə etsin və
Hitler Almaniyasının məğlubiyyətini sürətləndirsin. Onlar elə 41-ci ildə, 42-ci ildə bu müharibəyə müdaxilə edə bilərdilər. Onsuz da sonuna qoşuldular. Amma niyə 44-cü ildə qoşuldular? Çünki onların marağı müharibənin davam etməsində və vuruşan tərəflərin tamamilə həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən zəiflədilməsində idi. Burada da mən təxminən eyni mənzərəni görürəm. Ukrayna belə böyük ərazi ilə, böyük sayda əhali ilə Avropaya çox mu lazımdır? Mən buna şübhə eləyirəm ki, onlar elə onu o şəkildə istəyərdilər, qəbul eləsinlər Avropaya. Digər tərəfdən, Rusiya onlara bu qədər hərbi potensialla Rusiyanın mövcudluğu lazımdırmı? Əlbəttə lazım deyil. Ona görə onlar müharibəni mümkün qədər çox müddətə uzatmaq və Rusiyanın hərbi potensialını maksimum şəkildə burada bu müharibədə sərf etməsinə, yəni istifadə edib zəifləməsinə səbəb olmaq idi məqsəd. Ona görə də sadəcə bu prosesi Amerikada Trump'ın hakimiyyətə gəlməsi pozdu. Əgər demokratlar, elə Joseph Biden özü qalsaydı hakimiyyətdə, bu müharibə elə indiyə qədər gedən şəkildə də davam edəcəkdi. Az silah verəcəkdilər Ukraynaya. Nə Ukraynanı tam məğlub olmağa qoymayacaqdılar, nə də Rusiyanı tam məğlub olmağa qoymayacaqdılar və nə qədər uzatsalar, o qədər kollektiv qərbin xeyrinədir. Düzdür, bu belə dəhşətli görünür, dəhşətli səslənir ki, bu qədər yəni qeyri-humanist münasibət. Burada yüz minlərlə, milyondan artıq adam ölüb və s. Amma bu qərbin siyasətinin pərdə arxasında olanlar budur, arsenalında olanlar budur. Ona görə Trump'ın hakimiyyətə gəlməsi Amerikada vəziyyəti dəyişdi. Trump nə istəyir? Trump'ın da o qədər Trump üçün də əhəmiyyətli deyil. Kim qalib gələcək, kim məğlub olacaq. Belə, çünki özü deyir ki, sizlə bizim aramızda bu boyda okean var, mən heç maraqlandırmır, narahat etmir. Amma mən istəmirəm ki, adamlar ölsün. Hər iki tərəfdən milyon nəfər ən azı ölüb, ölən və yaralananların sahibi yerdə və mən istəmirəm ki, insanlar, gənc insanlar ölsün. Adını bu cür qoyur. Amma əslində mənim şəxsi qənaətimə görə sadəcə Trump Nobel sülh mükafatı almaq istəyir. Və ona görə də hər iki tərəfə təzyiqlər göstərir ki, müharibə tamamilə başa çatmasa da, heç olmasa atəşkəs rejimi olsun və aydın məsələdir ki, atəşkəs rejimi ərazidə yerinə oturdulandan sonra bu münaqişə də bizim münaqişə kimi 30 il, 40 il, bəlkə daha çox müddətə dondurulacaq və bu qeyri-müəyyənlik uzun müddət davam edəcək. Və yenidən müharibəyə gətirib çıxaracaq. İstəmir Amerika ki, Rusiya o dərəcədə zəifləsin ki, gedib Çinin əlavəsinə çevirsin. Bəli, digər tərəfdən orada da olduqca söhbət Çinlə rəqabətdən də gedir. Yeri gəlmişkən elə yaxınlaşmasına da imkan vermək istəmirlər. Atəşkəs elan olunmasına dair C7-lər, Xarici İşlər Nazirləri başçılarının da Ukraynada atəşkəs müzakirəsi davam edib və Ukraynada atəşkəs və Amerika Birləşmiş Ştatlarının Kiyevə yardımı bərpa etməsi C7 ölkələrinin Xarici İşlər Nazirlərinin Kanadada keçiriləcək görüşündə əsas müzakirə mövzusu olacaq. Bu barədə İtaliyanın Xarici İşlər Naziri məlumat yayıb və atəşkəs və Kiyev üçün Amerika Birləşmiş Ştatlarının hərbi müdafiəsinin bərpası C7 ölkələrinin Xarici İşlər Nazirlərinin Kanadada, o cümlədən ABŞ dövlət katibi Marco Rubio ilə müzakirə ediləcəyi ilk məsələlər olacaq. Əlbəttə, məlumat çox genişdir. Görünən tərəfi odur ki, bütün beynəlxalq platformalarda bu atəşkəs sazişi müzakirə olunur ki, sonraki proseslər necə davam edəcək və yenidən ən son məlumatı da ölkəmizə dair əlbəttə diqqətə çatdırım. Çox güman ki, elə bu proseslər sabah artıq öz işinə başlayacaq. 12-ci Qlobal Bakı forumunda da bir mesaj da olaraq ən azından veriləcək. Çünki bütün beynəlxalq proseslər Bakı platformasında da hər zaman müzakirə olunur və artıq Azərbaycana rəsmi qonaqlar gəlməyə başlayıb. Albaniya Respublikasının prezidenti Bayram Begay 12-ci Qlobal Bakı forumunda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfərə gəlib və daha bir səfər isə Bosniya və Hersegovinanın rəyasət heyətinin sədri xanım Jelka Tsiyanoviçin 12-ci Bakı Qlobal forumunda iştirak etməsi məqsədi ilə artıq Azərbaycana işgüzar səfərə gəlib və bu səfərlər davam etməkdədir. Və Said müəllim, biz yenidən qaydaq təbii ki, Rusiya-Ukrayna məsələsinə, mövcud atəşkəs sazişinə və Avropanın buradakı maraqlarına. Ukraynanın təhlükəsizliyi Avropa üçün niyə bu qədər maraqlıdır?
Əlbəttə, Ukraynanın təhlükəsizliyi əslində Avropanın təhlükəsizliyi deməkdir. Mən sizi sabahki tədbirlə bağlı qısaca bir haşiyə çıxmaq istəyirəm. 12-ci Qlobal Bakı forumu ilə bağlı. Bilirsiniz ki, bu forum artıq qlobal bir təsisata çevrilib, beynəlxalq münasibətlər sistemində yeri olan bir təsisatdır və həm də çağırışları planetar əhəmiyyət daşıyır. Xüsusilə bilirsiniz ki, 11-ci Qlobal Forumda parçalanmış dünyanın problemləri çox ciddi şəkildə meydana gətirildi, müzakirə olundu, konkret qərarlar qəbul olundu. Bu forum isə imkanların reallığa çevrilməsinə söhbət gedir. Yəni, söhbət qlobal təhlükəsizlikdə, sisteminin yaradılmasında mövcud olan imkanların reallaşdırılmasını və bayaq qeyd etdiyim kimi Azərbaycan dünyaya öz nümunəsində bunu təklif edir. Qaldı, Ukraynanın təhlükəsizliyi niyə Avropa üçün çox vacibdir? Əlbəttə, bu birinci növbədə, yəni humanist nöqteyi nəzərdə danışanda insanların həyatının dəyişməsi, öldürülməsi, qətlə yetirilməsi əlbəttə ürəkəsən mənzərə deyil, faciədir. Bütün müharibələr faciədir və xüsusilə müharibələrdən sonraki dövrlərdə müharibənin yaratdığı sosial fəsadlar daha böyük faciədir. Ukraynada sabah müharibə qutarsa da onun sonraki faciələri daha dəhşətli olur. Çünki müharibənin nəticələrinin bərpası uzun müddət tələb edən bir vaxtdır. Nəhayət təhlükəsizlik məsələsinə qayıdıram. Buna isə mən Almaniya Kəşfiyyat İdarəsinin rəhbərinin verdiyi bir açıqlama ilə mən münasibət bildirmək istəyirəm ki, o deyir ki, əgər Ukraynada müharibə 2029-2030-cu ilə qədər davam etməsə, Avropanın təhlükəsizliyi ciddi sual altındadır. Bu nə deməkdir? Sonuncu Ukraynaya qədər müharibə aparmaq, Avropanın təhlükəsizliyi naminə bu anlama gəlir. Və xüsusilə mən ciddi danışıqlarında 5 bənddən əlavə hörmətli millət vəkilləri də ona münasibət bildirdi. Orada təhlükəsizliklə bağlı heç bir zəmanət yoxdur. 5 maddənin 5-də də təhlükəsizliklə, yəni Ukraynanın təhlükəsizliyi, Ukrayna bunu istəyirdi, həm Amerikadan və həm də ki, deyək ki, sabah danışıqlar masası arxasında oturanda Rusiyadan bu zəmanəti istəyir. Yəni 94-cü ildə Budapest sammitində yazıcıda da həmin zəmanəti yenidən gündəmə gətirmək istəyirlər ki, başqa formada, başqa məzmunda bu yeni bir təhlükəsizlik formunu ifadə etsin. Amma alınmır. Söhbət ondan gedir ki, Avropa bugün Rusiya-Ukrayna müharibəsində ciddi siyasi böhranla üzləşdi. Yəni, Avropa parçalanma hər kəsin gözünün qabağındadır. İqtisadi böhran hamının gözünün qabağında de-sənayeləşmə baş verdi. Yəni, Almaniyada müəssisələr bağlanır, enerji resursları qiyməti bahadır, Amerikanın bahalı enerji resursları daxil olur Avropa bazarına və onun məhsullara rəqabət aparmaq qabiliyyətli deyil. Bu da daxildə çox ciddi və sosial narazılığa səbəb olur. Nəhayət, təhlükəsizlik arxitekturası Amerika, Avropanın kürəyindən əlini çəkəndən sonra ciddi sual qarşısında qalıb. Buna görə də bugün Avropanın Zelenskinin Amerika səfərindən sonra dərhal Böyük Britaniyada, sonra Fransada deməli görüşləri, sonra Brüsseldə sammit, fövqəladə sammitdə toplaşması əslində Ukrayna üçün deyil, Avropanın özünün təhlükəsizliyi üçündür. Və Ursula von der Leyen'in təxminən 800 milyard evro həzmində müdafiə üçün, hərbi sənaye kompleksi üçün təklifi də məhz həmin təlaşdan irəli gəlir. Yəni, təklif bundan ibarətdir ki, bu günləri Avropanın ümumi daxili məhsulunun təxminən 18-20 trilyon dollar həzmində olmasını nəzərə alsa və eyni zamanda Amerikanın təklif etdiyi 5% həzmində həmin müdafiə xərclərini artırma bu təxminən 1 trilyona yaxın pul deməkdir. Amma bunu da heç kim vermək istəmir. Eyni zamanda Amerikada Cavanşir müəllimi qeyd elədiyi kimi okeanın o tayından mən təhlükəsizliyini təmin edirəm. Siz öz təhlükəsizliyini özünüz təmin edin. Bunun üçün isə vaxt lazımdır. Bax, Rasim müəllim çox doğru qeyd elədi. Hərbi sənaye kompleksinin qurulması üçün vaxt lazımdır. Bizim Vətən müharibəsində qələbəmizin əsas səbəblərindən biri də müstəqil hərbi sənaye kompleksini yaratmağımızdır. Çünki burada sursat lazımdır, güllə lazımdır, nə bilim, avadanlıq lazımdır və ilaxır. Bunlar ölkə daxilində olmasa, istehsal olunmasa, onu hardansa gözləmək və onunla müdafiəyə getmək, hücuma keçmək biraz sual qarşısında qalır. Bugün Avropa bu sənayesdə, bu kompleksdə, hərbi sənaye kompleksindən məhrumdur, uzun müddət. NATO-nun qanadı altında olub, təhlükəsizlik sistemində indi Amerika əlini çəkəndən sonra bunlar bunu nə vaxt bərpa edəcəklər, bu yenə böyük bir sual qarşısındadır. Və məsələ burasındadır, burada Amerikanın həm də, buyurun Cavanşir müəllim. Buyurun Cavanşir müəllim. Mən əlavə edəcəm. Bir də ki, məsələ orasındadır ki, burada Amerika iki tərəfli dışdadır. Çünki ən Avropanın belə deyək ki, siyasi mərkəzlərindən biri, indi marginal fəlsəfə ilə yanaşsa da məsələlərə söhbət ondan gedir ki, hətta Fransanın
hərbi sənaye kompleksi müasir tərəflərə cavab vermir. Ona görə də bunlar məcburdular ki, həmin 1 trilyonu, Trumpın istədiklərindən biri də budur. 1 milyon sərmayəni qoysunlar Amerikanın hərbi sənaye kompleksinə, oradan lazım olan avadanlığı, sursatı alsınlar. Buna görə də burada bugün Avropanın təhlükəsizliyi üçün, bayaq qeyd edildiyi kimi Ukraynanın təhlükəsizliyi üçün zəmanət məsələsi çox ciddi bir sual doğurur. Və xüsusilə də mən bir daha qeyd edirəm, 5 maddənin 5-də də razılaşma ilə bağlı hələ Rasim çox doğru qeyd edir ki, hələ bunu nə vaxt başlayacaq, hansı gündən başlayacaq, Rusiya buna hansı şərtlərlə razılıq verəcək və artıq müəyyən fikirlər səslənir ki, biz hələ buna hazır deyilik, çünki Kurskda gedən əməliyyatlarda arxa planda baş verən hadisələr müəyyən mənada hadisələrin gedişinə təsir göstərir. Ona görə də burada bugün əsas məsələ vaxt qazanmaqdır ki, hərbi sənaye kompleksini bərpa eləyir. Bu da nə vaxt olacaq? O mümkün deyil və təsadüfi deyil ki, məhz həmin 5 maddəlik razılaşmada, ciddi razılaşmasında təhlükəsizlik zəmanatı ilə bağlı bir kəlmə deyilmir. Yalnız uzun müddətli danışıqlar. Bu danışıqlar nə vaxta kimi davam edəcək? Adından da göründüyü kimi uzun müddətli danışıqlar nə vaxt başlayacaq, nə vaxt qutaracaq, məlum deyil. Buyurun Cansın. Əslində təhlükəsizliklə bağlı, baxın, əslində heç bugünkü beynəlxalq siyasi sistemdə heç bir təhlükəsizlik zəmanətindən söhbət gedə bilməz. Çünki Ukraynanın sərhədlərinin, 91-ci il sərhədlərinin zəmanətini Rusiya özü vermişdi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya və Polşa. Yəni bu ən deyək ki, sonra Fransa da, Çin də qoşuldu. Sonradan qoşuldular, bəli. Yəni dünyanın ən böyük, ən qüdrətli ölkələri Ukrayna ərazi bütövlüyünün təmin olunmasına zəmanət vermişdilər. Amma indi nəyə müqabilində çalışmalı? Həmin zəmanəti verənlərdən... O 1900 nüvə başlığını Rusiyaya ötürməyə müqabilində. Həmin zəmanəti verənlərdən biri Ukraynanın ərazi bütövlüyünü pozur, digərləri isə onu kifayət qədər dəstəkləmir. Bax, Avropanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı üzləşdiyi bugünkü vəziyyəti ən gözəl ifadə edən bu günlərdə Polşanın baş naziri Donald Tusk oldu. 11 cümləsini deyəcəm, bundan qutarıram. O dedi ki, baxın, görün biz nə vəziyyətdəyik. 450 milyonluq Avropa 120 milyonluq Rusiyadan özünü qorumaq üçün 320 milyonluq Amerikaya yalvarır. Elədir. Təsəvvür edin, 450 milyon Avropadır insan. Avropa İttifaqı yoxdur, Cansın. Onu bilirsiniz ki, Böyük Britaniyanın ordusunun sayı 70 mindir. Azərbaycan ordusundan daha balacadır. Britaniyanın tankların sayı, Almaniyanın tanklarının sayı Azərbaycanın tanklarından azdır. Yəni işlək vəziyyətdə olan tanklar. Özdə bunu axı söhbət təkcə ondan getmir ki, texnikanı tutalım istisal üçün. Nüren metal lazım gələrsə istisal. Bəs axı bunun üçün gərək hərbiçi hazırlayasan. Bu zabiti sən bir gündə hazırlaya bilməzsən. Hərbi məktəbləri bərpa etməlisən. Ora insanları, gəncləri cəlb edəyəsən. Bunlar 5 il oxumalıdır ki, gəlsinlər. Vaxt lazımdır. Bəli. Vaxt lazımdır. Bunlar vaxt udurlar. Və bütün bunlar əslində nəyin nəticəsində? Əslində nəyin nəticəsində gəlib buna çıxıblar? 45-ci ildən bu günə qədər Avropanın, sadəcə Amerikanın aləti olması səbəbindən bu günə gəlib çıxıblar. Yəni 45-ci ildən... İndi Türkiyəyə möhtacdılar. Bəli, indi Türkiyəyə yalvarırlar ki, bu təhlükəsizliyin təmin olunmasında amma həm də Avropa İttifaqına buraxmırlar. Nə şəkildə iştirak edə bilər. Eyni zamanda Avropa İttifaqına buraxmır. Və ona görə də bu 45-ci ildən bu günə qədər Avropaya Amerika tərəfindən sərgilənən münasibət, Avropanın özünün özünə qoyduğu, verdiyi dəyər, qiymət, axırda gətirib ona çıxardıb ki, 450 milyonluq bir ittifaq və kifayət qədər iqtisadi potensialı olan, elmi-texniki potensialı olan bir bölgə, dünyanın, deyək ki, indi ən mütərəqqi sayılan bölgəsi, öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Və ona görə də Donald Tusk'un sözləri çox ibrətamizdir və mən əminəm ki, bunu gələcəkdə də çox dəfələrlə misal gətirəcəklər. 450 milyonluq xalq, birlik, 120 milyonluq Rusiyadan qorxur, onun hücumundan qorxur və 320 milyonluq Amerikaya müraciət edir ki, mənim təhlükəsizliyimi təmin elə. Avropanın düşdüyü vəziyyət bundan ibarət. Və Zelenskiyə də ehtiyacları var. Ona ki, o demişdi ki, Türkiyədə ki, bugün Avropada 2 döyüş qabiliyyəti olan, müqavimət göstərməyə qadir olan
ordu var. Biri Bəli. Ukrayna ki indi vuruşur, ikincisi isə Türkiyədir. Və o haqlıdır. O haqlıdır. Avropanın heç bir ölkəsində aktiv döyüşlərə, vuruşmağa hazır olan qüvvə yoxdur. Yoxdur. Rasimən, bax, situasiya həqiqətən də çox gərgindir və bu razılaşmadan sonra Trumpın açıqlaması olub ki, atəşkəs razılaşmasından sonra top Rusiya tərəfindədir, Moskvadadır və o topdan necə istifadə edəcək artıq Rusiyanın məsuliyyətidir və bu topun mərmi topuna çevrilməməsi üçün Rusiya ciddi addım atmalıdır. Siqnallar da var ki, Rusiya razılaşacaq, amma razılaşmayacaqsa nə baş verəcək? Sizcə Rusiyanın addımı necə olacaq bundan sonra? Sərə xanım, indi lap fərz eləyin ki, razılaşdılar. Ancaq əməl etmədilər. Sabah Rusiya deyəcək ki, Ukrayna atəşkəsi pozur, Ukrayna deyəcək Rusiya atəşkəsi. Nə müşahidə var, nə nəzarət var. Ona görə mən əminəm ki, lap razılaşma əldə olunduğu halda onun pozulması qaçılmaz olacaq. Sadəcə olaraq bəlkə bu razılaşma çərçivəsində raketların uçuşu, sonra o puaların uçuşu, sonra indi artilleriya zərbələrin indi dərinliyə vurmağın qarşısı alınsın. Hücum əməliyyatları dayandırıldığı halda bu özlüyündə müsbət bir irəliləyiş olardı. Özdə onu da unutmaq lazım deyil ki, bu elə bil ki bir müvəqqəti razılaşmadır ki, əsas yəni o davamlı atəşkəsin təmin olunmağı üçün bağlı danışıqlar başlansın. Ona görə indi inanmaq istəyərdim ki, Rusiya razılaşsın və indi o pozuntular qaçılmaz olduğu halda o danışıqlar ki, başlanacaq ki, davamlı atəşkəsin təmin olunması üçün lazımı bir mühit yaradılsın. Hər bir halda ciddi nümayəndəsini göndərir Moskvaya. Onun elə bil ki, yəni yaxşı qəbul etmişdilər. Birinci dəfə o getdi, Putinlə də görüşdü, danışdı. İnanmaq istəyərdim ki, bu cəhd boş qalmayacaq. Son 3-4 dəqiqə vaxtımız qalıb. Məncə Rusiya bu razılaşmanı qəbul edəcək, çünki Rusiya özü də taqətdən düşüb kifayət qədər hərbi cəhətdən və ölkə daxilindəki ictimai-siyasi vəziyyət də çox gərgindir və çox bərbad vəziyyətdədir iqtisadiyyat. Hərbi potensial da tükənmək üzrədir. Ona görə Rusiya bunu qəbul edəcək. Əlbəttə, həmişə olduğu kimi Rusiya bəzi deklarativ şüarlar səsləndirəcək ki, bu, məsələn, Xarkov və ya Zaporojye, Donetsk, Lugansk bizim ərazimizdir və amma əlbəttə bunu heç kim qəbul etməyəcək, amma onunla belə onu səsləndirəcək. Amma atəşkəsə razılığını məncə verəcək. Bir əlavə də eləyib ki, orada indi baxın, adətən yaz ayın əvvəlində hərbi əməliyyatlar keçirmək çətindir. Palçıqdır, zirəhli texnika keçmir, bataqlıq var. Ona görə istisna etmirəm ki, elə o mərhələdə ki, o hücum əməliyyatları keçirmək mümkün deyil. Bir aylıq o razılaşma əldə olunsun. Rasimən, bir fikriniz də maraqlı olar. Səhəti mən sizə gələcəm. Trump Zelenskini növbəti dəfə Amerika Birləşmiş Ştatlarına Ağ Evə dəvət edib. Necə düşünürsünüz? Gedəcək mövcud hadisələrdən sonra, yoxsa yox? Trump demişdi ki, ağıllananda qoy gəlsin. Əlbəttə gedəcək. Məsələ orasındadır ki, birisi Zelenskinin Ağ Evə səfəri birinci dəfə Oval kabinetdə baş verən diplomatik fiyaskonun səbəbləri mən hesab edirəm ki, birbaşa Zelenski ilə bağlı deyildi. Mən düşünürəm ki, yəni mənim şəxsi qənaətim belədir ki, bu Trumpın məhz Zelenskini sülhə məcbur etmə əməliyyatının senarisinin tərkib hissələrindən biri idi. Mən belə düşünürəm bunu. Niyə? Çünki orada təsadüfən jurnalistin kostyum sualı, yaxud dövlət katibinin prezidenti sözünü kəsməsi və bu mübahisəyə məhz Zelenskinin cəlb olunması əslində hələ lap əvvəldən Trumpın irəli sürdüyü 3 mühüm tezis üzərində qurulmuşdur. Birinci, ondan ibarət ki, atəşkəs razılaşması. İkincisi, Ukraynada seçkiləri keçirilməsi və bugün bilirsiniz ki, həm Timoşenko ilə, həm də Poroshenko ilə danışıqlar aparılır Ağ Ev tərəfindən və nəhayət üçüncüsü yekun sülh sazişi. Bəli, sizin sualınıza cavab olur. Əlbəttə gedəcək. Yekunlaşmalıyıq. Əlbəttə gedəcək. Dördüncüsü də var saatım. Dördüncüsü də Trump üçün Nobel sülh mükafatı. Nobel sülh mükafatı, bəli. Yəni bütün bunlar nəzərə alsaq, bu ciddədəki olan razılaşma və bugün təəssüflər artıq vaxtımız başa çatıb. Bəli, biz sağollaşmalıyıq. Mən sizə təşəkkürümü bildirirəm. Əlbəttə, bu gərgin proseslərdə sabitlik, təhlükəsizlik ən vacib məsələdir ki, Azərbaycan da bunu prioritet olaraq qarşısında məqsəd qoyub və elə bugün Azərbaycandakı sabitlik dünyada baş verən proseslərə rəğmən
ən önəmli hadisədir və artıq Azərbaycan özü beynəlxalq platformalardan mesajlar verir, qərarlar qəbul edir və bu qərarlardan əlbəttə ki, sabah 12-ci Bakı Qlobal Forumunda da mütləq şəkildə dünyadan gözləntilər var. Belə, hörmətli tamaşaçılar, hədəfdə müzakirələrimiz başa çatdı. Sağlıq olsa yenidən görüşəcək. Salamat qalın. Gecəniz xeyrət.